Hər kəsi salamlayıram. Deməli, bu video izahımız yeni test toplusu 2023 integral mövzusundan əyrələrlə hüdudlanmış fiqurun sahəsi testlərinin izahları olacaq. Blok imtahanına hazırlaşan bütün şagirdlərə uğurlar arzulayıram. İnşallah hər şey yaxşı olar əziz şagirdlər. Kanala abunə olmağı unutmayın. Vaxt itirmədən keçək sualların izahlarına. Deməli, şagirdlər, birinci sualımız belədir. Deyir ki, ştrixlənmiş hissənin sahəsini tapın. Ümumiyyətlə, biz ştrixlənmiş hissənin sahəsini tapmaq üçün bilməliyik ki, məsələn, baxın, belə bir əyridir və hüdudlanıbdır. Tutaq ki, A və B sərhədi ilə hüdudlanıb. Məsələn, bu tutaq ki, fx funksiyasıdır. Bizdən buranın sahəsini istəyirsə, biz bunu inteqralla tapırıq. Yəni, sərhədlərim A-dan B-yə fx, diqqətdən baxın, fx çıxılsın. Bu ox oxudur, şagirdlər. Bu ox oxudur, yəni bu düz xət x oxudur, ox oxudur. Lakin y bərabərdir 0 düz xətti də deyə bilərik. Ona görə bundan 0-ı çıxıram, yəni yuxarı funksiyadan hər zaman aşağı funksiyanı çıxırlar. Çıxırıq şagirdlər, burada bir şey dəyişik olmur. Fx dx. Bu, bilirik ki, bunun da inteqralı böyük fx-dir. Və A-dan B-yə. Bunu da işləyirik. Müəyyən inteqralı işlədiyimiz kimi. fb çıxılsın, f-a və salam. Birinci sual da, ümumiyyətlə, yəni bütün hər birində belə eləyəcək. Yuxarı funksiyadan aşağı funksiyanı çıxırıq. Və sərhədlərini yerinə qoyub hesablayırıq. Yəni, qaydamız budur. Bir mənalı. Hesablayın. Deməli, nə edəcəm birinci sualda? İnteqralım 1 bölü x-dir. Sərhədlərim 1-dən 3-ədir. Bu da 1 bölü x-in inteqralı ln x-dir. Sərhədlərim 1-dən 3-ə. Yerinə yazdım. ln 3 çıx, ln 1. ln 1 də 0-dır. Cavabım olur ln 3. Birinci sual idi şagirdlər bu. 2 oxşardır. 3-ə baxıram. Ştrixlənmiş hissənin sahəsini tapın. Yenə də eyni məntiqdir. Nə edəcəm? Funksiyam 4x kubudur. İnteqralda 4x kubu dx yazırıq. Və hardan arada baxın 0-dan 1-ədir. Yəni sərhədlərim 0-dan 1-ədir. Bunun inteqralı x üstü 4-dür. 0-dan 1-ə. Bir dəfə 1 yazıram yerinə, eləyəcək 1. Bir dəfə də 0 yazsam eləyəcək 0. 1 çıx 0 elədi 1. Ştrixlənmiş hissənin sahəsini soruşur. Cavabım oldu 1. 4 eynisiz şagirdlər. 5-ə baxaq. Ştrixlənmiş hissənin fiqurun sahəsi hansı düsturla hesablanar? Təbii ki, sərhədlərim hardan haradır? 2-dən 8-əcən. Funksiyamda fx-dır da. Fx dx və salam. Bunu soruşur bizdən. Yəni, y variantıdır. 5-də eynisidir. 6-da eynisidir şagirdlər. 7-yə baxıram. 7-ci suala fikir verin. Ştrixlənmiş hissənin sahəsini soruşur. Yenə də sərhədlərim 0-dan 1-əcəndir. Funksiyam x kubudur. dx inteqrallayırıq. X kubu üstəgəl 1, x üstü 4, aşağıda da 4. 0-dan 1-ə. Cavabımız eləyər 4-də 1. Yəni D variantı. 8 eynidir. 9-a baxdım. 9-cu sual. İndi şagirdlər, fikir verin. Buradan göstərəcəm elə. Baxırsınız ki, sərhəddimin biri var 1, digərim yoxdur. Və fikir verin, iki funksiya bu nöqtədə kəsişibdir. Kəsişibsə onların müəyyən x-ları və y-ları var. Y-i budur, 2y, bəs x-i nədir? İndi bunu tapıram. Funksiyalar və qrafiklərdən bizə tanışdır ki, iki funksiya kəsişirsə bir-birinə bərabər edirdik. Buradan 2-lər gedər, x də bərabər olar 1 bölü y. Yəni bu hissə 1 bölünsün y imiş. Və bayaq da qeyd elədik ki, sərhədlərim artıq 1 bölü y-dən 1-əcəndir. Və inteqralım yuxarı funksiyadan, yuxarı funksiya 2y düz xəttidir. Ondan çıxmalıyam 2 bölü x-i. Bayaq qeyd eləmişik, yuxarı funksiyadan aşağı funksiyanı
çıxırlar və dx integralını tapırıq. İntegrallama sabiti, daha doğrusu integrallama dəyişəni x-dir. Ona görə 2y-nin integralı 2y-x-dir. 2 bölü x-in integralı 2 qarşıya keçsə 1 bölü x ln x olduğu üçün bu da 2 ln x-dir. Sərhədlərim, buna y üstü mənfi 1 yazıram. Y üstü mənfi 1, 1 bölü y'dir və 1-əcəm. Bərabərdir. İndi nə edirik? Yerinə 1 yazıram. Olur 2y. ln 1 də 0-dır. Bu getdi. Çıxılsın. Y üstü mənfi 1 yazıram. Buradan nə alınır? 2y vur 1 bölü y. Çıxılsın. Y üstü mənfi 1 yazsam, baxın bura y üstü mənfi 1 yazsam gətirib. Olacaq nə? Yəni belə də 2 ln y üstü mənfi 1. Bu da bərabərdir. 2y çıxılsın. Burada y'lər getdi. 2 üstə gəlinsin. Ln y 1'dir. Bu getdi. Mənfi 1 qarşıya gəldi. Oldu müsbət 2. Yəni cavabım buradan üstə gəl 2 alınırdı burada. Qarşıya da keçəndə olacaq çıx 2. Çünki mötərizədə üstə gəl qarşıya çıx 2. Bəli. 2y çıxılsın 4. Yəni cavabım oldu B variantı. 10 eyni ilə bundandır. Özünüz yaza bilərsiniz şagirdlər bunları. Yəni birini özünüz yazmağınız, düşünməyiniz daha məntiqlidir məncə. Yəni bunu da yaza bilərik. Eyni şeydir əslində. Sadəcə özünüz çalışsanız daha effektli olar. Fikir verin. Bu y bərabərdir kx plus b-dir. Görürsünüz, x plus 1'dir. O birisi də kvadrat funksiyadır. Yəni yuxarı funksiya x plus 1-dən nəyə çıxmalıyam mən? Həmin o kvadrat funksiyanı, aşağı funksiyanı. Yəni 2x kvadratı çıx x deməli topla 1. Bunun dx integralını tapmalıyım. Sərhədlərimizi bilmək üçün iki funksiya kəsişibdir. Fikir verin, burada kəsişibdir. Deməli uyğun x-i var. Və biri də burada sıfırdan. Deməli sıfırdan görək haracandır. Bir-birinə bərabər eləsəm 2x kvadratı plus x minus 1. Bir də x plus 1. Burada x-lar gedər. 2x kvadratı bərabərdir 2-yə. X kvadratı bərabər 1-ə. X də bərabər plus minus 1. Deməli bura mənfi 1 imiş. Bura müsbət 1 imiş. Sərhədlərim 0-dan 1-ə. Yuxarı sərhəddən aşağı sərhəddə çıxmalıyam. Çıxdıq bunları da. Bunları çıxanda nə alınırdı? 0-dan 1-ə x-lar getdi. Qaldı 2x kvadratı. Daha doğrusu 2 bir üstə gəl 1. 2 çıx 2x kvadratı dx. Bunun integralı. Biz bunun integralını tapa bilirik. 2'nin integralı 2x'dir. Digərinin integralı da 2x üstü 3 bölünsün 3'dür. Sərhədlərim 0-dan 1'ə. 1 yazsam eləyər 2 çıxılsın 3'də 2. 0 yazsam zaten 0 edir. Ehtiyac yoxdur. 1 tam 3'də 1. Cavabım 1 tam 3'də 1. 11-ci sual idi bu. 12-ci sual. Eyni sualdır şagirdlər. Yenə də eyni şey eləyəcəksiniz. 13-cü suala baxıram. 13-cü sual. Xətləri ilə hüdudlanan fiqurun sahəsini soruşur. Şagirdlər, yaxşı olar ki, belə tipli suallarda şəkli çəkək. Şəkli çəkəndə bizə rahat olur. Y bərabərdir x üstü 5 ilə y bərabər 0 və x bərabərdir 1 xətlərlə hüdudlanan fiqurun sahəsini tapın. Və yaxud da, məsələn, tutaq ki, vaxt itirmək istəmirsiniz. Nə etməliyik? Dedik ki, iki funksiyanı verilibdirsə, verilibdir. 1x üstü 5'dir, 1 y bərabər 0'dır. Bir-birindən çıxmalıyıq. Yəni x üstü 5'dən nəyə çıxıram? 0'ı çıxıram. O da dəyişmir. İntegrallayıram. Hardan biləcəm onu bilməliyəm. Deməli mən x üstü 5'i bərabər edirəm 0'a. Çünki iki funksiya var. Biri y bərabərdir x üstü 5 funksiyasıdır. Biri y bərabər 0'dır. Yəni 0 düz xətt. O x oxudu. Bunlar bərabər eləsəm x bərabər buradan 0 alınır. Deməli növbəti sərhəd 0 imiş. Yəni 0-dan 1'ə bunu işləmək lazım imiş. Bunun integralı da x üstü 6 böl 6'dır. 1 yazsam yerinə eləyər 6'da 1. Yəni vəssalam hazırdır. 14-cü sualda bundan eynisidir. Yəni bir də x üstü 5, x üstü 7 funksiyasını
çəkməmək də olar. 15-ci sual. Bizdən soruşur ki, şəkildə göstərilən fiqurun sahəsi hansı üsulla hesablanır? İndi diqqətiniz burada olsun. Adam B-yə sərhəd daxilində adam B-yə baxıram. Dedik ki, yuxarı funksiyansı da Jx-dir. Yəni Jx-dan çıxmalıyam aşağı funksiyanı f(x)-i. Üzərinə gəlirəm, topla. İndi sərhədlər nədən nəyə dəyişir? B-dən C-yə. İndi yuxarı funksiya f(x)dir. İndi f(x)dan, üzr istəyirəm, burada dx-ni yazmadım. Mötərizəyə alım. Baxın, belə bir mötərizəyə alım, qarışmasın. dx üzərinə gəl. C-dən B-yə fx yuxarıda baxın, indi fx-dir. Fikir verin, bu yuxarıdan aşağı jx-i çıxıram. Çıx jx. Belə bir mötərizəyə alaq. Burada bir dx yazaq. Və salam. Belə bir cavab. Harda var? D-də var. Bitdi. 16. Xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. İndi şagirdlər xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. Deməli, belə bir koordinat sistemidir. Y bərabərdir 2 kök x. 2 kök x funksiyasının qrafik olsun bu. Bir də y bərabərdir 6. 6 olsun bu. Y bərabərdir 6. O x oxuna bir paralel düz xəttdir, bilirsiniz. X bərabərdir 1. Bir də olsun x bərabərdir 1. Baxın. Burada 1 olsun. Bu da o y oxuna paralel bir düz xəttdir. İndi mənə deyir ki, xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. İndi bir dənə fikir verin. Ştrixlənən, biz haranı ştrixləməliyik? İndi bu hissəni göstərim sizə. İki funksiya var burada. Biri y bərabərdir 2x-dir. Digəri y bərabərdir 6-dır. Bir-birinə bərabər eləyirik. İki funksiya kəsişib. Fikir verin, bax burada kəsişib. Kəsişirsə bir-birinə bərabər eləyirik. Kök x bərabərdir buradan 3-ə. X deməli 9. Deməli belə çıxır ki, baxın bu hissə, baxın bura 9 imiş. Onda biri biraz sağdan çəkəcəyəm. Tutaq olsun buradan. Bu da 1'dir. Bizdən baxın bu ştrixlənmiş hissənin sahəsini soruşurdu. Baxın bu hissənin sahəsini soruşurmuş. Mən də bunu necə tapıram? İntegral. Dedik ki, yuxarı funksiya 6 düz xəttidir, çıxmalıyam. Aşağıdakı funksiyanı, yəni kök x-i. 2 kök x-i integrallayıram dx sərhədlərin 1-dən 9-a. Məsələn 6x minus 2 kök x-in integralı. İndi mənə 2 kök x-in integralı lazımdır. Baxaq, belə deyək də 2 kök x integral dx. Bu 2 keçir qabağa, kök x-in integralına baxacağım. Bu da x üstü 2-də 1 idi. Dx. Bərabərdir. 2 vurulsun. Qaydaya görə bu olur x üstü 2-də 1 üstə gəl 1. Yəni 1 tam 2-də 1. O da elədi 2-də 3. Aşağıda da 1 tam 2-də 1. 2-də 1-in üstə 1 gələndə 1 tam 2-də 1. Yəni 2-də 3. 2-də 3. Bu da 2 qalxır sürətə. Olur 3-də 2. Yəni buna vurulur. Buradan da alınır nə? Alınır belə bir şey. 3'də 4. 3'də 4. X üstü 2'də 3. Yəni 3'də 4 x kubu. Bu şəkildə. Gətirib burada yerinə yazıram. 3'də 4 x kubu. Bunu pozuram daha. İndi şagirdlər, sərhədlərim neçədir? 1-dən 9-a. 9 yazıram. 9 da 6, 54. 3'də 4 vurulsun. 9 yazsam x üstü 9. İndi
9'u burada içeride yazmış olsam bax nə baş verir? 3 üstü 2'dir. Bu da 3. 3 üstü 6. Buradaki 2 ilə bu ixtisar gedir. 3 üstü 3. Yəni 27 çölə çıxır. 27. Bundan da bu ixtisar gedir. 9. Yəni 54 çıxılsın 36. Bu elə də 18. 18-dən çıxacağım. İndi bir də belə 1 yazıram yerinə. 6 çıx 3-də 4. Bu da eləyir. Bu da eləyir. 6'dan 3'də 4 çıxmalıyım. Yəni 6'dan 1 tam 3'də 1 çıxmalıyam. 5 tam 3'də 3'dən 1 tam 3'də 1 çıxsam eləyər 4 tam 3'də 2. 18'dən də 10'u çıxsam, yəni 18'dən də 4 tam 3'də 2 çıxsam, 17 tam 3'də 3'dən 4 tam 3'də 2 çıxsam eləyir 13 tam 3'də 1. Belə bir cavab A variantı. 17 də eynisidir. 18'ə baxaq. Sual 18. Funksiyaların qrafikləri yudlanmış fiqurun sahəsini tap. İki funksiya kəsişir. Kök x ilə x kvadratı bir-birinə bərabər eləyirəm. Yüksəltdik kvadrata. X bərabərdir x üstü 4. X-i çıxardıram ötərəcə xaricinə. 1 minus x kubu bərabər 0. Buradan x bərabər 0. Bir də x bərabərdir 1. İndi baxırıq. Bu paraboladır. Bu paraboladır. Bir də kök x. Baxın, buranın bizdən nəyini soruşur? Sahəsini. Bura 0'dır. Bu da kəsişibdir. Kəsişmə nöqtəsinin x-i nəyə bərabər? 1'ə. 1'i 0'dır, 1'i 1'dir. Buradan tapmışıq. İndi mən nə edəcəm? Yuxarı funksiyadan, kök x-dan aşağı funksiyanı çıxmalıyam. O da hansıdır? O da budur. X kvadratıdır. Çıxmalıyam və integrallamalıyam. Neçədən neçəyə? 0'dan 1'ə. Bu şəkildə. Kök x-in integralını tapdıq. Bir də tapa bilərik. X üstü 2'də 1 idi bu. Dx. Neynədik? Üzərinə 1 gəldim. 1 tam 2'də 1 yəni 2'də 3. Aşağıda da 2'də 3. 3'də 2. Yəni oldu belə. 3'də 2 x ikinci dərəcədən x'in kubu bu şəkildə yazıram. 3'də 2 nə? Kök altında x kubu plus x üstü 3 böl 3. Daha doğrusu minus. Bunu poza bilərəm. Sərhədlərim 0'dan 1'ədir. 0 yazsam hər yer 0 olacaq. Əvvəlcə 1 yazıram. Yəni 3'də 2'dən 3'də 1'i çıxıram. Cavabım eləyər burada 3'də 1. 18 idi bu. 19 yenisidir şagirdlər. Bir-birinə bərabər eləyib işləyirsiniz. 20'yə baxıram. Sual 20. Mənə deyir ki, ştrixlənmiş hissənin sahəsini tapın. Yuxarı funksiya x kvadratıdır. Aşağı funksiya 0'dır. Çıxsam eyni şeydir. Dx 1'dən 3'ə. İntegralı x kubu bölü 3. 1'dən 3'ə. Bu da eləyir 3'də 27. Yəni 9 çıxılsın. 1 yazsam 3'də 1. 9'dan da 3'də 1 çıxmalıyıq. Bu da eləyir 3'də 26. Yəni C variantı. 21-ci sualından davam. Sual 21. Onun parçasında təyin olunmuş funksiyası üçün bu cəmi tapın. Deməli şagirdlər, bilməliyik ki, o x oxundan aşağıda olan funksiyanın, yəni bu, daha doğrusu ştrixlənmiş hissənin sahəsi müsbət olur. Bu aydın məsələdir. Sahə həmişə müsbət olur. Lakin sahənin integralı hər zaman mənfi olur. Diqqətli oluruq. Əslində mən bunu dərsin izahında da qeyd eləmişəm, kanalımda var. Biraz uzun danışmaq istəmirəm, amma bu hissəni göstərəcəm. Baxın, bu hissə var ha. Baxın, bu hissə. S1 yazılıb. Baxın, bu hissəyə baxıram. Bu S1 olan hissə niyə integralı mənfidir deyək. Tutaq ki, bu 0'dan məsələn deyək, bura A-ya qədərdir. Biz bunun sahəsini integralla tapırıq. 0'dan A-ya qədər deyirik. Bu S1'dir. S1 deməyib, bu tutaq ki, bir fx funksiyasıdır. Məsələn, sahəsi də S1'dir.
sahəsi S1 olan fx funksiyasıdır. İndi bu fikir versəniz, dedim ki, bayaq qeyd edirəm ki, elə bayaqdan deyə gəlirik, yuxarı funksiyadan bu x, o, y oxlarıdır. Yuxarı baxın, bu qırmızı ilə göstərdiyim düzdür, bu o x oxudur. Amma y bərabərdir 0 düz xəttidir axı. Yəni yuxarıdan, yuxarı funksiyadan aşağı funksiya olan fx-i çıxmalıyam. Bayaqdan deyirik. Hardan? Sıfırdan aya. Sıfırdan da çıxanda mənfi eləyir. Mənfini də atıram inteqralın qarşısına. Olur sıfırdan aya fx dx. Gördünüz şagirdlər, oldu mənfi. Sahə müsbətdir, amma sahənin inteqralı mənfidir. Onda bu da mənfidir. Bu da mənfidir. Yuxarılar da müsbətdir. Aydın məsələdir ki, o x oxundan yuxarıdadır. Bunlar müsbətdir. İndi mənə 0-dan 10-a qədər veribdir. Tutaq ki, bu a-ya qədər olsun. Başqa rənglə göstərirəm. Bura a-ya qədərdir. Bu b-yə qədərdir. Bu da c-yə qədər. C-dən də 10-adır. Yəni olurmu? İnteqralım əslində belə. Baxın, inteqralım əslində belə olurmu? 0-dan a-ya. İndi burada belə deyək də fx funksiyasıdır. dx. Üstəgəl nədən nəyə? A-dan b-yə fx dx. Üstə gəlirəm. Nədən nəyə? B-dən c-yə yenə fx funksiyası dx. Üzərinə də gəlirəm. Hardan? C-dən artıq 10-a. fx dx funksiyası. Və bu bütöv cəmi də verib bizə deyir ki 63-dür. İndi mən sahələri bilirəm ki, bunun sahəsi, yəni 0-dan aya olan sahə mənfidir. Yəni mənfi S1-dir. Üstə gəlirəm müsbət S2. Çıxıram S3-ü, üzərinə gəlirəm S4-ü. Bərabər edirəm 62. S1 üstəgəl S3-ü bizə veribdir. S2 plus S4-ü soruşur. Baxın, bizdən bunu soruşur. Bunu olduğu kimi saxlayıram. S2 plus S4. Bu ikisini bu mənfi S1 ilə bu mənfi S3-ü göndərirəm hara? Baxın, bu tərəfə. O zaman olurmu belə? 63 üstəgəl S1 üstəgəl S3. Bunda cəmi 31-dir. Toplayanda deyilir 94. Baxın, elə bizdən də bunu soruşurdu. Biraz dərin izah elədim. Yaxşı başa düşəsiniz. Sual 22. Xətləri düzəlmiş fiqurun sahəsini tapın. Bir-birinə bərabər eləyirik. Çünki funksiyalar kəsişib. 2-də 1 x-la kvadrata yüksəltdim. X bərabər 4-də 1 x kvadratı. Sola keçirdim. 4-də 1 x kvadrat bərabər 0. X-i mütərizə xaricinə çıxartdım. 1 minus 4-də 1 x bərabər 0. Buradan x bərabər 0. Bir də 1 minus 4-də 1 x bərabər 0. Bu da aydın məsələdir ki 4-dür. Yəni 0-dan 4-dədir. 0-dan 4-dədir. İndi bunun qrafikinə baxaq. Bu kök x-in qrafikidir. Bir də 2-də 1 x. 2-də 1 x-in da aydın məsələdir ki, bir düz xəttdir. Deməli, iştiqlənmişsə hara düşdü? Baxın, bura düşdü. Yəni, hardan? 0-dan hara qədər? 4-ə qədər. Bunun inteqralı necə tapılır? Bunun inteqralı yuxarı funksiyadan, yəni kök x-dan çıxıram 2-də 1 x-i. İnteqrallayıram. Sərhəddim 0-dan 4-ə. Kök x-in inteqralı bayaq tapdıq yuxarıda. Əzbərləmədik. Deməli, kök x-in inteqralı sildik. Yox. Kök x-in inteqralı. Deməli, dedik ki, necə idi? 3-də 2 x, deməli, x-in kubu idi. Bu şəkildə idi. 2-də 1 x-in inteqralı da 2-də 1 x üstü 2 böl 2. Bunda məxrəcə düşür, olur 4. Sərhədlərim 0-dan 4-dədir. Yerinə 4 yazsam 3-də 2 vur. 4-ün kubu 64, ondan 8 çıxar. Çıxılsın. 4-ün kvadratı 16, 4-ə böldüm 4. 0 yazsam hər yer 4, 0 eləyir. Yəni 3-də 16-dan mən 4 çıxmalıyam. Bu da 5 tam 3-də 1-dir.
Bundan 4 çıxsam nə eləyər? 1/3. Cavabım oldu 1/3. 23 eynisidir şagirdlər. 24-cü sualdan davam eləyək. Sual 24. Funksiyasının qrafiki və koordinat oxları ilə hüdudlanmış fiqurun sahəsini tapın. Koordinat oxları ilə hüdudlanmış fiqurun sahəsi. Yəni bunun qrafikini çəksək, y bərabərdir bu x plus 2-nin mötərizə xaric kvadratıdır. Bunun da qrafiki 0-a bərabər eləsək -2 elədiyi üçün olurdu bu şəkildə. Bu şəkildə. Baxın, bu şəkildə deyək. Koordinat oxları ilə hüdudlanmış fiqurun sahəsini soruşur. Baxın, bizdən bunun sahəsini soruşur. Şagirdlər, diqqətlə baxın. Bunun sahəsi lazımdır mənə. Deməli, -2-dən haracan? 0-acan. -2-dən 0-acan x kvadratı plus 4x plus 4 dx. Bizdən bunu soruşur. Bunun da integralı x'in kubu böl 3, 4x'in integralı 4x'in kvadratı böl 2, o da eləyir 2x kvadratı plus 4x. Hardan hara? -2-dən 0-a. Şagirdlər 0 yazsam hər yer 0 eləyir, çıxılsın. -2 yazsam 3-də 8 mənfi. -2 yazsam 4, müsbət 8, müsbət 8, bir də -8. Bunlar gedər, qalar. 0-dan da çıxsam müsbət 3-də 8. Yəni 2/3 2. Cavabım oldu bu şəkildə 2/3 2. 25 deyinisiz şagirdlər. 26-ya baxa bilərəm. 26. Deyir ki, y bərabərdir belə və A düz xətlə hüdudlanan fiqurun sahəsi indi verilibdir hazır. Deyir y bərabərdir x kvadratı. Bu x kvadratının qrafiki. Y bərabərdir 0. İki funksiyanı bir-birinə bərabər eləsəm, x 0 alınır. Deməli, bir sərhəd 0-dır. Bir sərhəd də A-dır. Baxın, burada A-dır deyir. Bu fiqurun sahəsi bizə verilib neçə? 3/1 olarsa A-nı tap. Nə edəcəm? İntegralım hardan hara? Yuxarı funksiyadan x kvadratından 0-ı çıxsam yenə dəyişmir. dx 0-dan A-ya bərabərdir. Cavab 3/1-dir. Bunun integralı da x kubu böl 3'tür. 0'dan A'ya yerine yazsam 3'te A kubu çıx 0 değişmir. Beraberdir 3/1. Buradan da A beraberdir 1'e. Cevabım oldu 1. 27. Eyni sualdır. Yazınca işləyə bilərsiniz. 28. Funksiyasının qrafiki və 1 bərabərdir 1/5 düz xətti ilə hüdudlanmış bizdən fiqurun sahəsini soruşur. Bunun integralını tapsam t üstü 2 bölü 2'dir. Yerine yazsam x kvadratı plus 1'in kvadratı bölü 2 çıxılsın. Bir də x kvadratının kvadratı. Yəni olur x üstü 4 bölü 2. Bunu hesablasam, yəni bunun integralını tapmışam. Hələ heç nə eləməmişəm. 2-də şagirdlər 2-də müxtəsər vurma düsturunu açıram. X üstü 4 üstə gəl 2x kvadratı plus 1 minus x üstü 4. X üstü 4'lər gedər. Qalır belə bir ifadə. 2'də 2x kvadratı plus 1. Aldıq bu şəkildə. Deməli, bir funksiyam budur. Y bərabərdir. O birisi 1/5. Bunlar bir-birinə bərabər edirəm. 2x kvadratı plus 1'i bərabər edirəm 1/5. Daha doğrusu bölünsün 2 də vardı. Bərabər edirəm 1/5'e. Buradan 2x kvadratı plus 1 bərabərdir 3'e. 2x kvadratı bərabərdir 2'ye. X də bərabərdir plus minus 1'e. İndi deməli
Bir funksiyan buydu. 2x kvadratı plus 1 bölünsün 2. Bir funksiyam da budur. 1,5 düz xətti. Bunun hər tərəfini 2-yə bölə bilərsiniz. X kvadratı plus 2-də 1 deməkdir bu. Kvadrat funksiyadır. Belə. X kvadratı plus 2-də 1. Belə deyək də, bu x kvadratı plus n formasında olanda qrafikim necə çevrilirdi? Və bir 2-də 1 təqribən bura olsun. Yerini dəyişirdi. Bu şəkildə. Və bir də 1,5 düz xəttdir. 1,5 də yuxarıdadır. Baxın, bu şəkildədir. Bunlarla hüdudlanmış fiqurun sahəsini soruşur. Yəni, baxın, bu fiqurun sahəsini soruşur bizdən. Və biz də sərhədləri -1, 1 tapdıq. Deməli, bura -1'dir, bura nədir? Müsbət 1'dir. İntegralını hesablayıram. Dedik ki, yuxarı funksiyadan -1'dən 1'ə. Yuxarı funksiya 1,5'dir. Çıxmalıyam aşağı funksiyanı. Yəni, x kvadratı plus 2'də 1 yazmalıyam. Ona görə qarşıda mənfi var. Çıx 2'də 1 olur. Dx. 1,5'dən 0,5 çıxanda 1 edir. İntegralı x'dir. X kvadratının integralı x kubu bölü 3'dür. Cavabım -1'dən 1'ə. Bunu hesablamalıyam. 1 yazsam 1 çıx 3'də 1 çıxılsın. -1 yazsam -1 çıx 3'də 1. 1'dən 3'də 1 çıxanda 3'də 2 çıxılsın. -1 tam 3'də 1. -1 tam 3'də 1. -1. İndi burada bir şey var. Bura -1 yazanda, baxın, bura -1 yazanda bu düzdür. -1. -1'in kubu mənfidir. Axı, mənfi ədədin tək dərəcədən qüvvəti mənfidir. Ona görə bura üstəgəl yazmalıyam. Bu da eləyəcək. Mötərizəni açaq istəsəz. Plus 1 minus 3'də 1. Bu da elədi 1 üstəgəl 3'də 2'dən də 3'də 1 çıxsam 3'də 1 eləyir. Yəni cavabım olar 1,3'də 1. Yəni Y variantı. Biraz rəqəmləri kobuddur, amma qayda bu formadadır. 29, 30 eynidir. 29'a baxam. Deməli, xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. 2 funksiya var. Biri x kubudur. Biri 8'dir. Bərabər eləsəm, x'in biri tapıldı 2. Digəri də 0'dır. Deməli, nədən nəyə? 0'dan 2'yədir. Bu formada. Funksiyalarım biri y bərabərdir 8 idi. Digər y bərabərdir x kubuydu. İndi şagirdlər, diqqətlə bir şeyə fikir verin. Bunun qrafikini də çəkmək olar əslində. Baxın, indi nə demək istəyirəm deyəcəm. Bu y bərabərdir 8 düz xəttidir. Bu da y bərabərdir x kubu. Bunun qrafiki. Bunlarla hüdudlanmış fiqurun sahəsini istəyirdi bizdən. Baxın, bunun sahəsini istəyir. Bunun da sərhəddi birini tapdıq biz. Burada kəsişdiyi üçün bura neçədir? 2'dir. Burada 0 idi. 0'dan 2'ye yuxarı funksiyadan, yəni 8'dən mən çıxmalıyam aşağı funksiyanı, yəni x kubunu və dx integrallamalıyam. Deməyim o idi ki, tutaq ki, şəkli çəkmək istəmirsiniz. Bilmək istəyirsiniz ki, 8 çıx x kubu yazım, yoxsa x kubu çıx 8 yazım, hesablayım. Fərq eləməz. İkisini də yazsaz, axırda mənfi alınsa müsbət götürəcəksiniz. Amma tam dəqiq bilmək üçün bu 2 dənə funksiya var. Baxın, biri bu, biri bu. Bu 2 dənə funksiyanın yerinə bu 0,2 aralığı var. Bu aralıqdan istənilən bir dənə ədədi gətirin, yoxlayın. Funksiyada yerinə qoyun.
Yoxlayın. Baxın, hansı böyük, hansı kiçik görəcəksiniz. 0-2 aralığında məsələn bir 1 götürürəm, 1.5 götür, fərqi yoxdur. Gətir yerinə qoy. Bu y bərabər 8-dir. Bundan işimiz yoxdur. 1.5 yazsaq, 1 yazsaq fərq eləmir. 8-dən kiçik ədəd alınır. Ona görə də mən böyükdən, yəni 8-dən x kubunu çıxıram. Yəni bunu belə hər zaman qrafiki çəkməyib yoxlaya bilərsiniz. Bunu pozduq. Bunun inteqralı edir 8x çıx. Yəni ola bilər ki, burada 8 yox, hər hansı bir funksiya da ola bilərdi. İki funksiyanın da yerinə gətirib 0-2 parçasından bir ədəd qoyursunuz. Daha doğrusu sərhəddindən bir ədəd qoyursunuz. Yoxluyursunuz. Hansı böyüksə böyükdən kiçiyini çıxın. Və yaxud da şəkli çəkməlisiniz. 0-dan 2. 2 yazsam 16 çıx. 3-də 8. 0 yazsam 0 eləyir. 16-dan da 2 tam 3-də 2 çıxmalıyam. O da edir 13 tam 3-də 1. Neçə idi bu? 29. Harada səhv etdik? Harada səhv? Hə, burada. İnteqralını tapanda x üstü 3 yazmışam. X üstü 4 yazmalıyam. Üzrlü sayın. İnteqralını səhv tapmışıq. 2 yazsam 16, 2 yazsam 16 böl 4, 4. Bunu da bundan çıxdım, elə də 12. Yəni C variantı. 30 eynisidir. 31'ə baxaq. 31. Hüdudlanmış fiqurun sahəsi. Baxın, indi həmin o dediyim xassəni burada ödədərik. Y bərabərdir. 2 dənə funksiya verilib, bir-birinə bərabər eləyək əvvəlcə. Bunların sıfırlarını tapaq. Deməli, müsbət x kvadratı sağa keçirdim. Plus x sağa keçirdim. Minus 2 bərabər 0. Viyyətə görə köklərindən biri mənfi 2-dir. Digəri isə 1-dir. Viyyət teoreminə görə. Deməli, inteqralımın sərhədləri mənfi 2-dən müsbət 1-ədir. İndi hansından hansını çıxım? Mənfi 2-dən 1-ə bir dənə ədəd deyək. Məsələn, neçə olsun? 0 olsun. Burada 0 yazsam, burada cavab 5 alınar. Bura 0 yazsam, burada cavab 3 alınar. Görürsünüz, deməli 5 çıx x kvadratı funksiyası daha yuxarıda yerləşəcək. Və yaxud yerinə gətirib mənfi 1 yazın. Mənfi 1 yazsaz, bura 6 eləyir, bura 2 eləyir. Gördünüz, yenə də yuxarı funksiya olur 5x kvadratı. Ona görə də şəkli çəkməyə ehtiyac yoxdur. Əgər çəkmək istəməsəz, bundan bunu çıxın. X plus çıxın, inteqrallayın. Bu da olur. İnteqralı mənfi 2-dən 1-ə 5 çıx x kvadratı çıx x çıx 3 dx. Bunu da inteqrallasam mənfi 2-dən 1-ə sadələşdirmə aparıram əvvəlcə. Mənfi x kvadratı çıx x plus 2 və dx. İndi inteqralını tapsam mənfi x kubu böl 3 çıx x üstü 2 böl 2 bir də plus 2x. Sərhədləri mənfi 2-dən 1-ədir. 1 yazsam mənfi 3-də 1. 1 yazsam mənfi 3-də 1. 1 yazsam 2-də 1 plus 2. Bundan çıxacam. Mənfi 2 yazsam müsbət 3-də 8. Mənfi 2 yazsam kvadratı 4 bölü 2, 2. Mənfi 2 yazsam minus 4. Diqqətli olaq, səhv etməyək. İndi bunu hesablasam, mötərizəni açan zaman mənfi 3-də 1 ilə mənfi 3-də 8-ə 1 baxsam, mənfi 3-də 9 eləyir. Yəni bu mənfi 3 edir. Sonra mötərizəni açan zaman bu 2-dir. Bu tərəfə gələndə müsbət 2 olur. Toplanır 4. Bu da plus 4 plus 8 eləyir. Çıx 0,5. 5 çıx 0,5. Cavabım 4,5. Yəni variantı. 31-ci sual idi. Hesablarda diqqətli olun. 32 eynisidir şagirdlər. 33 eynisidir. Bax, tipə-tip eyni suallardır. 34 də eynisidir. Yəni eyni suallardır. İstəsəz 34-ə baxaq. Y bərabərdir x kvadratı ilə y bərabərdir 8 çıx x kvadratının hüdudlanmış fiqurun sayısı.
Əvvəl bərabər eləyirəm. 8 çıx x kvadratına. 2x kvadrat bərabər 8-ə. X də bərabərdir. Plus minus 2. Sərhədlərim mənfi 2-dən 2-yədir. 0 yazsam bu 0 eləyər. 0 yazsam bu 8 eləyər. Deməli, yuxarı funksiya buymuş. Yəni, mən 8 çıx x kvadratından x kvadratını çıxmalıyam. Bu da eləyir 8 çıx 2x kvadratı. İntegrallamalıyam. 8x çıx 2x kubu böl 3. Sərhədlər mənfi 2-dən nəyə? 2-yə. Bunu hesablayıram. Deməli, şagirdlər, bu cüt funksiyadır. Cüt funksiya olduğu üçün simmetrik sərhəd daxilində bu cüt funksiya daxil bilməlisiniz artıq bunu. Cüt funksiyada simmetrik sərhəd daxilində verilirsə, mən bunu 0-dan 2-yə hesablayıb alınan cavabı 2-yə də vura bilərəm. Bu qaydaydı axı. Yəni 8 çıx 2x kvadratını integralını tapıram və salam. 0-dan 2 hesablayıb 2-yə vuracam. Və yaxud da bildiyimiz xassə ilə. Artıq bu qaydaydı. Bunu xatırlayırsınız yəqin. Dedik ki, mənfi A-dan müsbət A-ya fx əgər cüt funksiyadırsa, bunun integralı 2 vurulsun mənfi A-dan 0-a fx dx, o da bərabərdir 2-dən, daha doğrusu 2 vurulsun 0-dan A-ya fx dx formasında işləmək olar. Lakin tək funksiyadırsa cavab 0 olurdu. Bu dərsin izahında bunları vermişəm. Bunun integralı buydu. Bilirik, yazdıq. 2-də 1 x kubu. 0-dan 2 yazacağım. Bir də və 2 qoysam və salam. Eləyir 16 çıx. 3 dənə 8, 16. 3-də 16. Deməli, mən bu cavabı bir dənə 2-yə vursam kifayət. Cavabım eləyir 32 çıxılsın. 3-də 32. Belə bir cavab lazımdır bizə. Bu da 32 çıx. 32-ni 3-ə böləndə 11,3-də 1. Çox oldu. Çox oldu. 10,3-də 2. Çıxsam 32-dən 10,3-də 2-ni 31,3-də 3-dən 10,3-də 2 çıxmalıyam. O da eləyir 21,3-də 1. Yəni C variantı və salam. 35 eynisidir. 36. 36 da asan sualdır şagirdlər. Baxın 37 zat fərqlidirmi? Baxın 36-dır, 37-dir. Hamısı asan suallardır. Bir-birinə bərabər eləyib işləyirik. Məsələn 37-yə gəlin baxaq. Yenə 2 funksiya verilib. Y bərabərdir 0 və y bərabərdir 4x çıx x kvadratı minus 3 funksiyası. Bir-birinə bərabər eləyək. Deməli, görək integralımın sərhədləri haradır? Aydın məsələdir ki, bu ifadəni integrallayacağıq biz. Amma hansı sərhədlər daxilində? Deməli, funksiyam belədir. Y bərabərdir mənfi x kvadratı plus 4x minus 3. 16 çıx 12. Bu elə 4. Ondan da çıxır 2. X birim mənfi 4 minus 2 mənfi 6 böl mənfi 2 eləyəcək müsbət 3. X2 də mənfi 4 üstə gəlir ki, mənfi 2, mənfi 2, müsbət 1. Yəni köklərim 1-dən 3-dür. Köklərimiz 1-dən 3. Çünki köklər cəmi, köklər hasili bu aydın məsələdir. İntegralımız deməli 1-dən 3-ə sərhəd daxilindədir. İndi şagirdlər bunu nə edirik? İntegrallayırıq. Bu 2x kvadratıdır. Çünki 2x kvadratından törəmə alsam 4x eləyər. X kvadratının integralı x kubu bölü 3'dür. 3'ün integralı da 3x'dir. 1'dən 3'e hesaplamaq lazımdır. 3 yazsam 9, 18 çıx. 3 yazsam
27 bölüç 9 çıx 9. 1 yazsam. 1 yazsam. Eləyəcək 2. Çıx 3'də 1. Qarşıda mənfi var. Üstə gəl 3'də 1. Çıx 3. Qarşıda mənfi var. Üstə gəl 3. Vəssalam. Bu elədi 0. Mənfi 2 üstə 3 gələndə 1. 1'in üstə 3'də 1 gələndə cavab eləyər 1 tam 3'də 1. Yəni 3'də 4. 37 idi, bu 38'dir, 39'dur. Şagirdlər eyni suallardır bir-birinə bərabər eləyib sərhədlər gətirib qoyub işləyirsiniz. 40 nömrəli sualla davam edirəm. Xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. Deməli, maraqlı suallardan biridir bu. Şəkli çəkmək lazımdır hökmən. Çünki burada funksiya çoxdur. Deməli, funksiyalarımdan biri y bərabərdir x kubu funksiyasıdır. Bu 1. Y bərabərdir 8 düz xəttidir. Bu 2. Və bir də y bərabərdir 1 böl x-dir. Yəni 1 böl x da hiperbola eğriləri. O da bu şəkildədir. Bizdən şagirdlər baxın bu ştrixlənmiş hissənin sahəsini soruşur. Baxın buranın sahəsini soruşur. Diqqətli oluruq indi. Diqqətli oluruq. Buranı necə tapacağıq biz? Fikir verirsinizsə əgər, burada funksiyalar bir-birlərindən kəsişib. Baxın, bir budur kəsişmə, bir budur, digəri də budur. Bunları bir-birinə bərabər edirəm mən. Bu y bərabərdir 1 böl x-dir. Bu y bərabərdir 1 böl x-dir. Fərqli rəng eləməyəcəm. 1 böl x. Bu hansı funksiyadır? Y bərabərdir x kubu funksiyasıdır. İndi bir-birinə bərabər eləyək. Adlandırıram. Məsələn, bura A olsun, bura B olsun, burada C olsun. A nöqtəsi hansı funksiyalarla kəsişir? Kəsişən funksiyalardan biri 1 böl x-dir. Digəri isə x kubudur. Bunları bir-birinə bərabər elədim. Çünki kəsişirlər A nöqtəsində. Çarpaz vursam olacaq nə? 1 bərabərdir x üstü 4. Buradan da x üstü 4 bərabərdir 1. X də bərabərdir buradan nəyə? 1-ə. Deməli, bura, baxın, bu hissə. İndi burada bir şey var ki, diqqətlə baxmalısınız. Mən bu sahəni tapmaq üçün bunu 2 hissəyə ayırıram. Baxın, 2 hissəyə ayırıram bunu. Çox diqqətli olun. Maraqlı suallardan biridir. 2 hissəyə ayırdım. Bunun sərhəddi oldu neçə? 1. Bir də bunun sərhəddinə baxın indi. Bu B-nin. Baxın, bunun sərhəddinə baxın görək neçə eləyir. Bu hissəyə baxaq neçə eləyəcək. Yəni bura. Diqqətlə baxın. Görürsünüz buranı. B nöqtəsi isə hansı funksiyalarla kəsişib bir dənə baxaq. B nöqtəsi. Kəsişibdir 8, y bərabər 8 düz xətti ilə B nöqtəsinə baxırıq. 1 böl x. 1 böl x. Buradan da x-ım neçə eləyəcək? 8'də 1. Deməli, bura, bu hissə 8'də 1 imiş deməli. Bura 8'də 1. Bir də qaldı hansı hissə? Şagirdlər, baxın bura. Bu C nöqtəsi olan. Baxaq görək bura nə qədərdir. Baxın, bura nədir? Buranı da tapmaq üçün hansı funksiya C nöqtəsində kəsişir? 8 ilə x kubu. Yəni mən artıq burada 8'i bərabər eləyəcəm x kubuna. Buradan da x elədi 2. Deməli burada 2 imiş. İndi mən bu integralı sahəni
2 hissəyə ayırıram. Daha doğrusu ayırmışam. Hardan haradır? İntegral 8-də 1-dən 1-əcən. Yuxarı funksiyadan aşağı funksiyanı çıxıram. Yuxarı funksiya, baxın, bu qırmızılayıram bu hissəni, baxın. Bu sahəni tapıram əvvəlcə. Baxın, qırmızılayıram. Bu sahə hansı iki funksiya arasında məhdudlanıb? 8 y bərabərdir 8 düz xətti ilə 1/x. Bunun integralı üzərinə gəlinsin. İndi bir də baxırsınız bura. Baxın, qaralayıram indi. Bu sahəyə baxın, qaraladığım sahəyə. Bu sahə hansı funksiyalar arasında məhdudlaşıb? Yenə də 8 ilə 8 düz xətti ilə x kubu arasında. 8 çıxılsın x kubu dx sərhədlərimdə aydın məsələdir ki, 1-dən 2-yə. Və salam şagirdlər, bunu işləmək lazımdır. Bunu işlədik, cavabımız hazırdır. İndi işləyək. Bunun integralı 8-in integralı 8x-dir. 1/x-in integralı ln x-dir. Yəni 8-də 1-dən 1-ə. Gəlin bunu işləyək əvvəlcə. Bu eləyir 8. Çıx ln 1 0-dır. Bunu yazmıram. 8 vur 8-də 1 eləyəcək 1. Çıx ln 8-də 1. Ln 8-də 1, ln 8 üstü -1 deməkdir. -1 də qabağa keçir, olur bu şəkildə. Yəni cavabım olur 7 çıx ln 8. Yəni mən bunu tapmışam. Baxın, hal-hazırda bunu tapdım. Bunun cavabı da oldu şagirdlər. Baxın, bu şəkildə. İndi işləyirəm ikinci tərəfi. Yəni bunu. Baxın, bunu işləyirəm. 8-in integralı dedik ki 8x-dir. X kubun integralı x üstü 4 bölünsün 4. 1-dən 2-yə. 2 yazsam 16 çıx 4. 1 yazsam 8 çıx 4-də 1 olmalıdır. Olsun üstə gəl 4-də 1. Bu da eləyir. Bu da eləyir 12 çıx 8. 4 üstə gəl 4-də 1. Şagirdlər, baxın, bu da bax, bu buna aid idi. Bunu da cavab elədi. 4 tam %25. İndi mən bu ikisini toplamalıyam. Yəni 7 çıx ln 8 ilə 4 tam %25'i toplamalıyım. Bu da eləyir 11 tam %25 çıx ln 8. Belə bir cavab olmalıdır. Yəni o da B variantında var. Belə bir maraqlı sual idi. 41-ci suala baxın. Şagirdlər, 41-ci sualın bir çox həll üsulları var. Sizə ən səmərəli əl üsulunu deyəcəm. Ən səmərəli. Yenə də deyirəm, çox üsulla yazarıq biz bunu. Məsələn, bir neçə üsul deyəm sizə gərək. Baxın. Bir üsulu odur ki, bunu buradan böldüm. Alındı belə bir dördbucaqlı. Yəqin görürsünüz. Baxın, belə bir dördbucaqlı alındı. Adlandırıram A, B, C, D. Bu B nöqtəsi, bu birinci üsul olsun. B nöqtəsi, əslində mən bu üsulu deməyəcəkdim. Sadəcə bir fərqli üsul göstərirəm və bizə lazım olan hər zaman istifadə edəcəyiniz ikinci üsulu da deyəcəm. B nöqtəsi kəsişir y bərabərdir 1 düz xətti ilə. Y bərabərdir 8x kubu ilə. Bunlar kəsişirsə bir-birinə bərabər edirik şagirdlər. X kubu bərabər 8-də 1, x də bərabər deyirik 2-də 1. Deməli, bu B nöqtəsinin koordinatı 2-də 1 imiş. Kəsişdiyi zaman. Yəni, bu hissə, baxın, bura şagirdlər, baxın, bura 2-də 1 imiş. Göstərək. Bura 2-də 1-dir. O 2-də 1-dirsə, onda AB də 2-də 1-dir də. Yəni, AB də 0,5-dir. Çünki o məsafə bu məsafəyə bərabərdir axı. AB 2-də 1-dir. AC neçədir bəs? AC-nin də 8 çıx 1 məsafənin 7 olduğu görürsün.
Bu S, A, B, C, D düzbucaqlı. Düzbucağının sahəsi. N vur uzunluqdur. Yəni 7 vurulsun 2-də 1. Bu da eləyir 3,5. Deməli mən 3,5-in üzərinə şagirdlər gələcəm buranın sahəsini. Bax bu S-i gəlməliyəm. Bu da hansı iki funksiya arasında məhdudlanıbdır? Yuxarı funksiyam 8-dir, integral 8 çıxılsın aşağı funksiya, yəni 8x kubu. Bunun integralı da bir sərhəddim var, 2-də 1-dir. O birisi sərhəddim yoxdur. Yəni baxın bu yoxdur. Bax bunu da tapmaq üçün bu ikisini bir-birinə bərabər eləməliyəm. Yəni hansı ikisini bərabər eləməliyəm? 8 ilə 8x kubunu bərabər eləyək. 8 bərabər 8x kubu, x da buradan 1 alındı. Yəni burada 1 imiş. Deməli növbəti sərhəddim 1-dir. Bunu işləyirəm. Eləyir 8x, dx-ni yazmadım. 8x minus 8x üstü 4 böl 4. Bu da eləyir 8x çıx 2x üstü 4. İntegralım hardan haradır? 2-də 1-dən 1-ə. İndi yerinə yazsam 1, 8 çıx 2 çıx. 8 vur 2-də 1, 4 çıx. 2-də 1 üstü 4. Eləyir 16-da 1, 2-də 1-ə də vuranda 8-də 1. Bu şəkildə. 8-dən 2 çıxanda 6 çıx 4 plus 8-də 1. Cavabım elədi 2,8-də 1. Yəni 3,5-in də üzərinə gəlməliyəm 2,8-də 1. Vəssalam. Bunu da hesablasaq 3,5, 3,5. Bu da 2-də 1 deyək də. 2-də 1. Üstəgəl 2,8-də 1. Bu da eləyir 5,8-də. Deməli 4. Üstəgəl 1, 5. Cavab elədi 5,8-də 5. Belə bir cavab lazım bizə var. Y variantında. Şagirdlər, bu bir üsul. Dediyim kimi üsullar çoxdur. Lakin mən sizə bunun ən gözəl üsulunu izah etmək istəyirəm. Bu da ikinci üsuldur. Da buranı silirəm. Buranı başa düşdünüz. Lazım olsa videonu geriyə çəkib baxarsınız. Fikir verirsinizsə y bərabərdir 8x kubu funksiyası bu dəfə sərhədləri o y oxu üzərində göstərilir. Bura A-dır, bura B-dir. Biz bilirdik ki, sərhədlər o x oxu üzərində göstərilməlidir. Məsələn, biz necə deyirdik da ki, bu funksiyadır, belə bir funksiyadır və yaxud belə bir funksiyadır, fx funksiyasıdır. Bunun sərhəddi A-dır, bunun sərhəddi də B-dir. Bizə deyir ki, bu ştrixlənmiş fiqurun sahəsini tapın. Biz nə edirdik? A-dan B-yə fx, dx deyirdik, misal işləyirdik. Yuxarı fx-dan da 0 çıxanda yenə də fx alınırdı. Biz belə görmüşük də bunu. Yəni, sərhədlər o x oxu üzərində olmalıdır. Amma fikir verirsinizsə, qrafik burada çevrilib. Yəni, sərhədlər artıq o y oxu üzərindədir. Yəni, qrafik çevrilib. Yəni, belə deyək, verilmiş funksiyanın tərsidir bu. Yəni, mən bu funksiyanı tərsinə çevirib, yəni qısaca, bax, bu tipdə şəkil gördünüz. Sərhədlər o y oxu üzərində gördünüz. İntegrallayırsınız. Sərhədlər 1-dən 8-ə olduğu kimi qalsın. Amma verilən funksiyanın tərsini tapıb integrallayırsınız və salam. Çünki fikir verin, qrafik çevrilibdir. Verilmiş funksiyanın tərsi. Axı biz koordinatları indicə göstərdim. O x oxu üzərində olmalıydı 1-dən 8-ə, amma o y oxu üzərində. Görürsünüz, bir-birinin tərsi. Yəni, verilmiş funksiyanın tərsini tapıb integrallayırsınız verilmiş sərhəd daxilində. Bu misalın, yəni bundan çoxdur suallar. Çoxlu sayda suallar var. Bizim sertifikasiya kitabımızda da var. Blok kitabımda da var. Belə suallar çoxdur. Yəni, bu formada işləyirsiniz. Yəni, ən asan üsul da budur. İndi eləyək həmin formada.
y bərabərdir 8x kubu. Biz tərs funksiya tapanda x ilə y-in yerini dəyişirdik. Alınmış funksiyadan y-i tapırdıq. X böl 8 düzdür. İndi 3-cü dərəcəyə salıram hər tərəfi. Yəni belə eləyirəm də. 8-də x. Bu da şagirdlər 2-də 1 x üstü 3-də 1 deyilmi? Yəni funksiyam oldu 2-də 1 x üstü 3-də 1. Yəni gətirib yazıram 1-dən 8-ə. Bu 2-də 1-i integralın qarşısına ata bilirdik xassəyə görə. X üstü 3-də 1 dx formasında. İntegrallasam, aydın məsələdir ki, x üstü 3-də 1 üstə 1 gələndə 3-də 4 eləyir. 1 tam 3-də 1, 3-də 4 eləyir. Aşağıda da 3-də 4, yəni 4-də 3 yazmaq olar. Vurulsun 1-də 2-də 1 var. Sərhədlər də 1-dən 8-ə. Bu da eləyir 8-də 3. 3-cü dərəcədən x üstü 4, 1-dən 8-ə. Bunu işləyirəm. 8 yazsam, deməli 8-də 3, 8, 2 üstü 3'dür. Baxın, gətirib burada yazıram. 3-cü dərəcədən 2 üstü 4, üstündə də 3 var. Yerlərini dəyişdim. 8, 2 üstü 3 idi, fərqi yoxdur. 3'lər getdi. Qaldı 8-də 16 vuruc 48 çıxılsın. Bir də yazsam, təbii ki 8-də 3 eləyir. Bundan da bunu çıxsam 8-də 45 eləyir. Bu da yenə 5 tam 8-də 5 deməkdir. Görürsünüz şagirdlər dəyişmədi. Diqqətli olun. Hansı yol daha səmərəlidirsə ondan istifadə edin. Məncə ikinci yol daha gözəldir. Ştrixlənmiş hissənin sahəsini tapın. Sadə sualda özünüz məncə işləyə bilərsiniz. Bunu integrallayırsınız. 1-dən 4-ə gətirib işləyirsiniz. 43-ə baxaq istəsəz. Xətlərin ünvanmış fiqurun sahəsi. Əvvəlcə bunlar kəsişirlər. Kəsişirlərsə bir-birinə bərabər edirik. X kvadratı minus 2x plus 2. Xətləri ilə hüdudlanıbdır. Deməli, kəsişir ki, hüdudlanıbdır da. X kvadratı minus x minus 2 bərabər 0. Viyyətə görə köklər müsbət 2 ilə mənfi 1'dir. Sərhədlərim hardan haradır? Mənfi 1-dən 2-yə. İndi hansından hansını çıxaq? Mənfi 1 ilə 2 arasında bir ədəd düşünək. 1. 1 yazsam 1 çıx 2. Plus 2. 1 yazsam 3. Bu elədi mənfi 1, bura elədi 1, bura elədi 3. Hansı böyükdür? 4 çıx x böyükdür. Ona görə də 4 çıx x-dan çıxın həmin o x kvadratı plus 2x olur, minus 2 olur. Bunu da sadələşdirsəm, integral mənfi 1-dən 2-yə eləyəcək mənfi x kvadratı plus x plus 2 dx. Bunu işləməliyik. Bunun integralı mənfi x kubu böl 3'dür. Bunun integralı x üstü 2 böl 2'dir. Bunun integralı da 2x'dir. Hardan? Mənfi 1'dən 2'ye. Bunu hesablasam, 2 yazsam mənfi 3'də 8. 2 yazsam 4 böl 2, 2. Bu da 4. Bu elə də 6. Mənfi 1 yazsam müsbət 3'də 1. Mənfi 1 yazsam üstə gəl 2'də 1. Mənfi 1 yazsam çıx 2. Bundan buna bir baxsaq, baxın bu ikisine bir baxsaq, eləyir mənfi 3'də 9, yəni mənfi 3 plus 6 minus 2'də 1 plus 2. Mənfi 3 üstə 6 gələndə müsbət 3, 5 çıx 2'də 1, 4 tam onda 5. Yəni cavab elədir 4 tam onda 5. 44 eynisidir. 45'ə baxıram şagirdlər. Sual 45. Funksiyasının sahəsi. Bundan bayaq dərin izah elədim. Bunu dərin izah elədim. İstəsəz bir də deyək. Bu y bərabərdir 0 düz xəttidir. O x oxudda. Bunun integralını necə tapırdıq? Tapırdıq ki, yuxarı sərhəd funksiyadan y bərabər 0-dan çıxırdıq bu fx-i.
fx-i çıxırdıq və integrallayırdıq. Hardan hara? 0-dan 5-ə. Onda şagirdlər, bu 0-dan 5-ə bunu integrallayanda 0-dan çıxdığım üçün mənfi elədi. Bu mənfini də atdım qarşıya. Fx dx bərabər oldu. Sahəm verilib, S1 verilibdir. O da 3-də 47-dir. Mənfini də bura atsaq, olar sahəmiz mənfi 3-də 47. Və bir də 5-dən 6-ya fx dx bizdən isə bunu soruşur. 5-dən 6-ya. İndi şagirdlər, biz bilirik ki, 0-dan 5-ə fx dx ilə 5-dən 6-ya fx dx-in cəmi verilib orada. Mənfi 4-də 47-dir. Bu sahəmiz mənfi 3-də 47-dir. Görürük. Mənfi 3-də 47. Üstə gəl. Bu sahəmiz S2-dir. Bizdən elə bunu soruşur. Mənfi 4-də 47-dir. Mənfi 4-də neçədir? 47. Bunu soruşur bizdən. Bu da S2 bərabərdir. Sağa keçirsəm 3-də 47-dən çıxmalıyam 4-də 47-ni. Bu da eləyir 12-də deməli hesablamaq lazımdır artıq. 3-ə böləndə 4, 47 vur 4. Deməli alındı belə bir şeydə. 12-də 47 vur 4 çıxılsın. 4-ə böləndə 3. 3 vur 47. Yəni 12-də 47-ni çıxartsam 4 çıx, 3 qalar, 1 qalar, yəni 47. Cavabım elədi 12-də 47. Bu şəkildə. 46-cı suala baxaq, görək necədir. Görsənmir burada, heç nə görə bilmirəm. Təqribən baxaq. Deməli, deyir ki, A-nın hansı qiymətində y bərabərdir 3x kvadratı, y bərabərdir 0. Deməli, x bərabərdir 1 ilə x bərabərdir A-dır. Yəqin ki, xətlər düdlanmış, fiqurun sahəsi 7 olarsa A-nı bizdən soruşur. Deməli, şagirdlər, belə çıxır ki, bu iki funksiyanı bir-birinə bərabər eləsəm, 3x kvadratını 0-a, x buradan eləyəcək 0. Deməli, x-im 0-dır. O nədir görəsən orada? X bərabərdir A-dır yəqin ki. İndi, deməli, sərhədlərim indi belə eləyirik də. Birdən A-yadır. Deməli, A birdən böyükdürsə, onda bu birdən A-ya hesablanır. 3x kvadratı bizə bu hissə lazım deyil də. 0-dan 1-ə olan hissə lazım deyil. Birdən A-ya lazım olan, birdən A-ya olan hissənin bizdən sahəsi 7 verilib. Ona görə də buna baxmıram. 3x kvadratından da 0-a çıxsam 3x kvadratıdır dx. Bunu integrallamalıyam və 7-yə bərabər eləməliyəm. Məsələn, bu da 3x üstü 4 böl 4-dür. Birdən A-ya bərabərdir 7-yə. A yazsam 4-də 3 A üstü 4 çıx 1 yazsam 4-də 3 bərabərdir 7-yə. Hər tərəfini 4-ə vursam 3A üstü 4 minus 3 4-ə vursam 28. 3 A üstü bir dəqiqə şagirdlər. Mən burada integrallayanda baxın üzərinə 1 gələndə 4 yazmışam. Üzrlü sayın. Bura 3 yazmalıyam. Bu səhv getdi artıq. Yorğunluq. Deməli, A yazsaq olur 3A kubu. 3x kvadratın integralı ilə x kubudur da. X kubudur. A-dan 1-ə bərabərdir 7. Daha doğrusu, baxın, 1-dən A-ya yazmalıyam. Olur A kubu çıx 1 bərabərdir 7. A kubu bərabərdir 8. A da bərabərdir 2. Cavabım oldu 2. 47 eynisidir yazarsınız. 48-ə baxıram.
48. Burada eyni bayaqki sualdandır. Buranın sahəsi dedik mənfidir. Daha doğrusu sahənin inteqralı mənfidir. Sahə müsbət olan şeydir hər zaman. Bu integral burada müsbətdir. Burada da mənfidir. İndi bunun cavabını verib də S1 neçə verib? 6 verib. Biz onu -6 qəbul edirik. Yəni -6. Bundan əvvəlki sualları dərindən izah elədim. Bunu ətraflı izah eləmirəm. Çünki eyni şeydir. Eyni şeyləri deyəcəm. S2 5-dir. Üzərinə 5 gəlirəm. S3 də mənfi olmalıdır. Çıxmalıyam 3-ü. Bu da eləyir -9, -4. Yəni cavabım oldu -4. Diqqətli olun. Bu da eyni sualdır da özünüz işləyə bilirsiniz. Dedik bura mənfidir, buralar müsbətdir. Yerinə qoyursunuz, işləyirsiniz. 50-ci suala baxıram. Sual 50. 2 üstü x və 4 üstü x xətləri ilə ödüllanmış fiqurun sahəsi belə olarsa A-nı tapın. Deməli 2 üstü x bərabərdir 4 üstü x-a. Buradan 2 üstü x bərabərdir 2 üstü bunun kvadratı deyək. Onda mən 2 üstü x-a bir t desəm, t bərabərdir t kvadrat olacaq. Bu da t mötərizə xaricinə çıxardıram. 1 minus t bərabərdir 0-a. Buradan t 0-a bərabər, bir də t bərabərdir 1 olur. Yəni 2 üstü x bərabərdir 0-a. Və bu da heç vaxt olmaz. Üstü funksiya 0-a bərabər olmaz. 2 üstü x bərabərdir 1-ə. 2 üstü x bərabərdir 1, 2 üstü 0-dır. Onda x bərabərdir 0 oldu. Deməli, birini tapdıq. Digərində x bərabərdir a verilib. İndi mən nə etməliyəm? Şagirdlər, integrallamalıyam. Hardan? 0-dan a-ya. Hansından çıxmalıyam? Tutaq ki 2 üstü x böyükdür, yoxsa 4 üstü x? Təbii ki 4 üstü x. Ona görə də mən 4 üstü x-dan 2 üstü x-i çıxıram. Və dx bərabərdir loqaritma 4 əsasdan y. İndi 4 üstü x-in integralı 4 üstü x böl ln 4'tür. Çıxılsın 2 üstü x-in integralı 2 üstü x bölünsün ln 2'dir. Və sərhədlərim də 0-dan a-yadır. 0-dan a-yadır. İndi bunu işləmək lazımdır. Bərabərdir. Bunu alacağım. A yazsam hər yerə a yazsam. Olur 4 üstü a böl ln 4. Şagirdlər, biz bunu ln 4'ü 2 üstü 2 yazsaq, bura 2 keçə bilər. Çıxılsın. Çıxılsın. 2 üstü a, bir də ln 2. Çıxılsın. 0 yazsam olur 1 böl 4 üstü 0 1'dir. ln 4, yəni 2 ln 2. Üstə gəl 0 yazsam mənfi var axı qabaqda. Burada da mənfi olduğu üçün üstə gəl yazdım. 1 böl ln 2 bərabərdir qiyməti verilib. İndi bunu hesablamaq lazımdır. Bunu hesablamaq lazımdır. Ortaq məxrəc eləsəm, ortaq məxrəc. Bu da verilib nəyə bərabər? Bu loqaritma, baxın loqaritma 4 əsasdan y. Bu mən belə yaza bilərəmmi? 1 bölünsün. Loqaritma y əsasdan 4. Ona görə də buna ln 4 yazıram birbaşa. Yəni olur 1 böl ln 4. İndi şagirdlər, diqqətlə baxsaz, ln 4 də 2 ln 2'dir. Onda mən
ln2-ləri hər yerdən ixtisar eləsəm, olur 4 üstü a böl 2 çıx deməli çıx 2 üstü a çıx 1 böl 2 plus 1 elə bir hər tərəfini ln2-yə vurdum da, belə deyək. İxtisar getmiş olsun. ln2-yə də vuranda elədi. Burada da 2-də 1. İndi şagirdlər qaldı bunu işləmək. Bunu hər tərəfini yenə 2-yə vururam. 4 üstü a çıx 2 vur 2 üstü a çıx 1 plus 2 bərabər 1-ə. Buradan da aydın məsələdir ki, bunlar da ixtisar getdi. Qaldı 4 üstü a çıxılsın 2 vur 2 üstü a bərabərdir 0-a. Buradan 4 üstü a 2 üstü 2a'dır. Çıxılsın 2 vur 2 üstü a bərabər 0-a. 2 üstü a-nı mötərizə xaricinə çıxartsam 2 üstü a minus 2 bərabərdir 0-a. Buradan 2 üstü a bərabərdir 2-yə. Buradan da a bərabərdir 1-ə şagirdlər. A bərabərdir 1-ə. Bizdən də nə soruşurdu? A-nı tap. Cavab elədi 1. Belə bir maraqlı sual idi. 51-ə baxıram. Sonuncu suala, 51-ci suala baxaq. Deməli şagirdlər, burada diqqətlə baxın. Bu funksiya var. Baxın, bu funksiya. Bu funksiya y bərabərdir 0 düz xətdir axı bu. Bundan kəsişib. Kəsişibsə burada müəyyən bir x-ə bərabərdir. Yəni mənfi x kvadratı plus 2x-i bərabər edirəm 0-a. Hər tərəfini mənfiyə vururam. X-i mötərizə xaricinə çıxardıram. Buradan x bərabərdir 0, bir də x bərabərdir 2 alınır. Deməli, bura 2 imiş, burada 0 verilir. İndi buranın sahəsinə baxaq. Tutaq ki, buna bir S1 deyin. Bunun sahəsində də bir S2 deyin. Görsənmirsə, bunu belə yazaraq biz. Bura S2-dir. Burada olsun S1. İndi və biz bilirik ki, bura qeyd edirəm bunu. Deyirik ki, integral 0-dan 2-yə hansıdır? Buna mən tutaq ki, bir fx deyirəm. Rahat olsun. Fx dx üzərinə gəlməliyəm. İntegral 2-dən a-ya yenə fx dx bərabər olmalıdır. Veribdir. 2 tam 3-də 2-yə. Bu yuxarıdakı sahəni indi tapırıq biz. Necə tapırıq? Sərhədlər var 0-dan 2-yə. Mənfi x kvadratı plus 2x ondan 0 çıxanda dəyişmir. Bunun integralı mənfi x kubu böl 3 plus x kvadratıdır. 0-dan 2-yə. Hesablasam. Eləyir 3-də deməli 8 plus 4. 4-dən çıxmalıyam 2 tam 3-də 2-ni. Bu da eləyir 1 tam 3-də 1. 1 tam 3-də 1. Yəni mən bunu artıq tapmışam. Baxın, bunu artıq tapmışam. Sahəsi nəyə bərabərdir? S1 idi o. Bərabərdir 1 tam 3-də 1-ə. Onda S2-ni tapa bilirəm də mən. Çünki S1 plus S2 2 tam 3-də 2-dir. İndi mən buradan S2-ni tapsam 2 tam 3-də 2-dən 1 tam 3-də 1-i çıxmalıyam. Bu deyir 1 tam 3-də 1. Şagirdlər, burada diqqətli olmalısınız. Sahə düzdür, müsbətdir. 1 tam 3-də 1-dir. Amma OX oxundan aşağıda yerləşən bu S2 fiqurunun sahənin integralı həmişə mənfidir. Bunu əvvəlki suallarda izah eləmişəm. Dərsin izahında izah eləmişəm. Deyə gəlirik bu hissəni. Sonuncu dəfə bir də deyək istəsəz. Baxın, bu hissə
Axı bu düz xətt. Baxın bu düz xətt. Qırmızı ilə göstərək. Hara getdi? Bir dəqiqə. Baxın bu qırmızı ilə göstərirəm. Bu OX oxu Y bərabərdir 0 düz xəttir dedik. Ona görə də bu -2-dən, baxın -2-dən A-ya yazmışıq. Bu hissə var ha. İntegral -2-dən, daha doğrusu -2 yox, 2-dən A-ya nədən çıxmalıyam? 0-dan bu fx-i çıxmalıyam da əslində. Çünki yuxarı funksiyadan aşağı funksiya çıxırdıq. Bu da eləyir mənfi. Yəni 2-dən A-ya fx dx. Yəni bunun sahəsi düzdür. 1/3-dir müsbətdir. Amma sahənin integralı mənfidir. Yəni biz buradan S2-ni bərabər eləyirik nəyə? -1/3-ə. Yəni, diqqətli olun, bu hissə olmalıdır belə. İndi mən oranı integrallayıram. Yəni bunu integrallayıram. Olur nə? 2-dən A-ya fx-im yenə -x kvadratı plus 2x-dir. Eynidir. dx bərabərdir nəyə? Sahəsi mənfidir. Daha doğrusu sahəsi yox, sahənin integralı mənfidir. Yəni -1/3-ə. Bu xassəyə görə. Baxın bu xassəyə görə. İndi bunu işləyirəm. -x kubu bölü 3 plus yeni x kvadratı. İndi 2-dən A-ya məndən A soruşulur. Bərabərdir -1/3. Yerinə A yazsam -3-də A kubu. A yazsam A kvadratı. Çıxılsın. -3-də 8 plus 4 bərabərdir -1/3. Buradan -A kubu bölü 3 plus A kvadratı. Üstə gəl 3-də 8 çıx 4 bərabərdir -1/3. Hər tərəfi 3-ə vururam. -A kubu plus 3A kvadratı plus 3A kvadratı plus 4 minus 12. 3'ə də vuranda burada da -4 qaldı. İndi buradan -A kubu, hər tərəfini mənfiyə vuraqmı? Qalsın, vuraq. A kubu minus 3A kvadratı. Buradan çıx 4 plus 12 bərabərdir 4. Bu da elədi. Sağa getsə, üstə gəl 4 olar. Yəni alındı A kubu, çıx 3A kvadratı plus 4 bərabərdir 0-a. Bu hissə aydındır bizə. İndi burada mən harda səhv etdim ki? Bir dənə baxım. Hə, baxın burada səhv etmişəm şagirdlər. Burada 3-də 8 yazmalıyam. Götürüb 3-də 4 yazmışam. Onda bu eləyir 8. Harada səhv var düzəldək. Burada eləyir deməli burada eləyir. Bir dənə bu hissəni düzəldəkmi? Bir dənə burada bir dənə səhv. Görürsünüz misalı hara aparır. Mənfi deməli mənfi 3-də 4. İndi hər tərəfini 3-ə vururdum. -A kubu plus 3A kvadratı plus 8 minus 12 bərabərdir -4-ə. Bundan bu getdi. -1/3-də 3-də 4'dür. Bilirsiniz. Ona görə -4 qaldı. Yəni aldım belə. -A kubu plus 3A kvadratı bərabər 0-a. Hər tərəfini mənfiyə vur. Bərabər 0-a. Buradan A kvadratını çıxart. A minus 3 bərabər 0-a. Buradan A da 0'dır və bir də A 3'dür. Biz də bu A-nı axtarırdıq. Cavabımız elədi 3. Belə şagirdlər bütün sualların izahlarını verdim. Hər biriniz uğurlar. Sağ olun.